Hamıya salam, adım Yusuf Kərimli və mən Landau məktəbinin məzunuyam. Hazırda University of Hong Kong HKU-yə qəbul almışam. Mechanical Engineering bakalavr pilləsi üzrə. Siz bu videoya baxdığınızda artıq Hong Kongda olacam çox güman və Elnur müəllimlə SAT Math dərslərinə hazırlaşmışdım. 790 yığdım. Hardasa 3 ay hazırlaşmışdım. İkinci dəfə artıq 780 yığmışdım, amma ingilis dili, yəni verbal daha yüksək idi. Yəni super skorum 1470-dir səhv eləmirəmsə. Və bu ballarla eləcə də TOEFL 101 və IELTS 7.5, amma mən TOEFL tərcih etdim. Ona görə TOEFL-dan mən HKU-yə sənədlərimi göndərdim. Deməli mən dekabr ayında sənədlərimi göndərdim və mart ayında qəbul aldım. Hong Kongda 2 nüfuzlu universitet var. Hong Kong University, hansına ki mən qəbul aldım, və Hong Kong University of Science and Technology. Orada sənədlərimi göndərmişdim. Oradan da qəbul aldım və ikisi də mənə full scholarship bu arada verib. Amma mən düşündüm ki, University of Hong Kong, mənim seçdiyim HKU, daha sosial həyatı olan uşaqlar üçün internship proqramları, ekstrakurikulyarları çoxaltmaq istəyən, world outlook-u daha çox olan insanlar üçündür. Yenə də HKUST-də oxuyan uşaqlara söz atmaq kimi olmasın, amma mən düşünürəm ki, HKU-da tələbələrin inkişafı bütün baxımlardan daha yaxşıdır. Mənim ürəyimcə HKU oldu. Həm də bir məqam var idi ki, ABŞ-a da sənədlərimi göndərmişdim, lakin HKUST qəbulumu təsdiq etmək üçün cəmi 2 həftə verdim. Və o 2 həftə apreldən əvvəl idi. Və mən düşündüm ki, hansı ABŞ universitetləri məni qəbul etdiyini bilmədən HKUST seçə bilmərəm. Amma HKU mənə 1 ay verdi. Ona görə də ki, HKU-nu seçdim. Amerikadan da bir neçə qəbul var idi. University of Texas Austin, University of Washington. Amma sonda artıq qəbul etdim ki, Hong Kongdan yaxşı bir variantım yoxdur. Niyə? Çünki birincisi gələcək Hong Kongdadır. İkincisi full scholarship. Üçüncüsü də ki, HKU top 11-dir və niyə də yox? I should try something new. Ona görə də ki, onu seçdim. Ekstrakurikulyardan və məktəbdən kənar fəaliyyətlərimdən çox var. Siyahı uzundur. Səhərə qədər danışa bilərəm, amma ən nüfuzlu və mənə dəyərli olan məktəbdən kənar fəaliyyətlərdən danışacağam. Birincisi mənim non-profit organizationımdır, hansı ki, uşaqlarımıza öyrədək cəmiyyətidir. O Azərbaycanda ilk dəfədir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara uşaqlar dəstək olur.